lider Heydər Əliyevin anım günü ilə əlaqədar Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi Sən Uca Bir Zirvəsən adlı tədbir keçirib. Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Oftalmoloq alim Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Tədbirdə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən layihələrdən, görülən işlərdən danışılıb. Bildirilib ki, heç bir sahə milli liderin diqqətindən kənarda qalmadığı kimi mədəniyyət və incəsənət sahəsində də böyük işlər görülüb. Milli, mənəvi dəyərlərimizin qorunması, dünyada tanıdılmasında dahi rəhbərin xüsusi rolu olub. Tədbirdə Ulu Öndərə həsr edilən şeirlərdən parçalar səsləndirilir. Adı Heydərin qəhrəman ellərdən alıb dərsini, belə böyük var ustadı Heydərin. Edir